Salam aleyküm yoldaş Zeynal'a. Salam. Kələntər, yanıma gəl. Oldu. Zvanili. Bir de, Нет. bir daha bağışlayırsan. Bilirsiniz yoldaş Zeynal'a, gecemiz yok, gündüzümüz yok. Axı belə olmaz axı. Bir dənə sınıq salxaq Zaporoj evimin yanından keçəndə evimin divarları titrəsir. Axı belə olmaz yoldaş Zeynalov. Xahiş edirəm. Hələ mən utanıram sizə deməyə. Hələ utanıram çoxsun deyə bilmirəm. Dünəndi yoldaşlardan kimsə arağı içib, boş butulkanı getirib atıb mənim evimin damına. Evdə də lambuçka zamkan eləyib. Axı qaydası belə deyil. Hatırlayarım. Hələ mən tez iki demirəm. Yoldaş Zeynalov, tez iki. Tez iki. Arvadındır. Xeyr canım, nə arvadım? İtdi. Tanış itdi, qonşun itidir. İt? Bəli, it. İtin bu işə nə daxlı var? Daxlı var yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmən o qonşunun iti divarı o tərəfində. Ayağını balaca qaldırıb. Ayağı salaş ayıbdır. O məsələni eləyəndə divarın bu tərəfində mənim evim nəm olur? Bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də alergiyadır, xəstədir. Həmən iyi burnuna dəyən kimi arvad səpir bir təhər olur. Onda biz elə üçün apşesini bir tuvalet tikdirərik. Keşke unitaz zad qoyarıq. Yox, zəhmət çəkmək, otel lazım deyil. Xeyr, sizə deyən yoxdur ki, tuvalet için. Elə bircə mənim evimi təmir edin, qutarsın geçsin. Təmir? Bəli. Deyəsən sən ağlı bitirmişsən axı. Mənə bax, başıma papaq qoyursan. Bəli, qoyuram. Hərdən şilafada qoyuram. Başımın razmeri də 59-dur. 59. Başımın razmerini demirəm. Deyirəm yəni bir qriyyatın var sənin, o papaqdan danışıram. Ada bir küçə iti səni gecəliyib, sən də gəlib düşmüsən şəkin üstünə. Yoldaş Zeynalov, bu nə söhbətdir? Xahiş edirəm sözlərinizə diqqət yetirin. Mənim namusum da var, qeyriyyatım da var. Bəli. Hə? Namusum var, qriyyatım var. 2 dənə də institut qurtarmışam. Neyniyim, gəl min boynuma. Saxla da, 2 dənə institut bitirmişəm, istəyirsən laf 4'üm bitir. Fondumda pulu yoxdur, evi remont eləyə bilməyəcəm. Çıx bayra get başını doktora göstər. Tuzik belə gəldi, nə bilim, Tuzik belə getdi. Doktora neyi göstərirəm yoldaş Zeynalov? Yer. Xahiş edirəm artıq dərəcədə heç olmasa evimin bir divarını təmir eləyin. Yoxdur. Onda mən sizdən şikayət edəcəm. Ged ara Vicdanım haqqı baxası şikayət edəcəm. Bax, mən edəcəm görərsiniz. Ged, onsuz da evi sökürlər bir iki ilə sənə kvartirə Hala onu verəcəklər. eşitmişəm yoldaş Zeynalov, çoxdan eşitmişəm alacağam. Nə, eyb yoxdur, vaxtınızı almaq Düzələr. Heç olmasa xahiş edirəm, o tez əncam eləyəsiniz, Eləyərik, eyb yox. Çağırıram onu, oturub kabinetə söhbət eləyərik, Çox sağ olun. darıxma. Kimi? İti çağırırsınız? Hə də, iti. Tezik, Nə iti? it? Tezik itdir. İti də? Tezik. Hə. Ala məni sən lap gic eləmişsən. Tezkin Xozeyi ilə danışacağım. Yeri Çox get sağ olun, biz də. böyləsiniz. Aşı qoy ikimizi Hə, görək çox sağ olun, mən də. sizə Yaxşı, çox yaxşı, razıyam. yeri. Minnətdaram, Əşi, amma, yeri. Tez ki xahiş edirəm, Ada yaddan yeri çıxaracaqsınız. get də. Pay at ondan. Sən öləsən bu lapı. Tezik. Bəli yoldaş Zeynalov. Ada səninlə də öləm. Mənlə deyirsiniz yoldaş Zeynalov. Ada yer get səninlə də öləm. Kalantar. Açot nə oldu ki? Pirlifində bax. Salam. Olar. Gəl görək. Mənimki şəxsi məsələdir. Eşidirəm. Gəlin, kişi kimi açıq danışaq. Mən evlənmək istəyirəm. Bu nədir da? Sən eləsən bugün dəlixanaya düşmüşsən. Biri itdən danışır. Biri evlənmək istəyir. Ayo, evlənmək istəyirsən, əcəb eləyirsən. Gel saksa da. Mən burada priçom, projektir. Zaksa getməmişdən əvvəl istədim bir sizinlə danışaq. Mənə bax qonşu. Mən ölüm başım ağrıyır. Sən nə lazım dedin, mən də eşitdim. Get oğlum, get. Həyətdə görüşərik, danışarıq. Başım ağrır, get. Sən maşındır. Ha? Deməli deyirsən, evlənmək istəyirsən? Ay, xətəkar. Ala əcəb eləyirsən. Cavan oğlansan da. Evlən də. Sən indi evlənməsən, bəs ha vaxt evlənəcəksən? Otur oğlum, otur. Əcəb eləyirsən. Evlən. Deməli, məsləhətə gəlmişsən. Qızın adı nədir bəs? Zümrüd. Zümrüd, əla addır. Neçə tondur? Neçə tondur? Yox. Deyirəm, yəni,
Fatıma köktür, arıqdır. O barədə soruşuram. Yox, adı Fatma deyil ki, Qurban əmi. Onun adı Zümrüddür. Ha, nə olar? Zümrüd laf əla, yaxşı addır. Mən elə... Zümrüd? Nə Zümrüd ada? Dən deyəm. Mənim qızım Zümrüd? Hislənməyin Qurban dayı. İndi bir işli olub da, sizin yaşda hislənmək olmaz. Şəkəriniz artar. Mənim şəkərim Yoldaş normaldir. Zeynalov, bağışlayın, üzr istəyirəm. Bağışlayın da, üzr istəyirəm, vaxtınızı aldım. Bağışlayın, çox sağ olun, üzr istəyirəm, bağışlayın da. Yoldaş Zeynalov, o tezlik yadınızdan çıxmaz, sən mənim. Ada sən nə həyasın? Bəli, düzdür, sağ olun. Ha, dil qutardı da. Bağışlayın da, sağ olun, bağışlayın. Axşara. Biz bir-birimizi sevirik. Oğlum, sevirsən, sev. Mən etiraz eləmirəm. Sevgi azaddır. Elə bilmək ya, mən başa düşmürəm sevgi nədir. Mən hər şeyi yaxşı başa düşürəm. Bilirsən oğlum, mən qızımı kim olsa ərə verərəm. Ha, Süleyser, Çerçeni müəllimi, Zavmaq, şofer, daje kandidat nauk. Ha, liş bu qızım xoşbaxt olsun. Bəs deyirlər ki, siz onu güclə başqasına ərə vermək istəyirsiniz. Mən güclə? Onu səndən başqa deyən qəllət eləyir. Sən nə danışırsan? İndi güclə qız ərə vermək olar. Hansı zamanada yaşayırıq? İndi kosmos əsridir. Bildin? Televizor, svitnoy, hokey, futbol, raketa. Sən nə danışırsan? Lap düz deyirsiniz. Elədir, əlbəttə. Ha, mən də onu deyirəm də, evlənmək istəyirsən, evlən sözüm yox. Amma bu işdə tələsmək olmaz. Biraz fikirləşmək lazımdır. Yox, tələsmirəm Qurban dayı. İstədim elə belə bir söhbət eləyək. Ay, sağ ol. Mənim də elə əvvəldən səndən xoşum gəlir. Mən elə hər yerdə demişəm ki, sən belə Delavoy oğlansan. Delavoy dedim, qıstacı yadıma bilirsən nə düşdü? Biz biraz mal almışıq. Aeroportdadır. Bizə bir maşın lazımdır. Elə yolun üstüdür də. Sən arxayın ola. Paşa özü yükləyəcək, özü boşaldacaq. Prosta sən maşınla gedəcəksən, gələcəksən. Razısan? Əlbəttə razıyam. Ay sağ ol, mən elə belə də bilirdim də. Burada bir deyən görüm, nakladnoyu verim sənə. Aha, verərsən paşaya. Saat 4'də paşa səni aeroportda gözləyəcək. Gecikmə ha. Yox, gecikmərəm.